Müğənni bacılar Sevil və Sevinç Səfərovalar bir zamanlar fəaliyyət göstərən şəxsi bizneslərini artıq bağladıqlarını açıqlayıblar. Sferas xəbər verir ki, bu barədə sənətçilər qonaqcanlı verilişində danışıblar. Bacılar bildiriblər ki, bir müddət əvvəl açdıqları mağaza və gözəllik salonları artıq fəaliyyətini dayandırıb. Onların sözlərinə görə bu qərar bir neçə il öncə verilib və həmin vaxtdan etibarən biznes sahəsində aktivlik göstərmirlər. Sevil və Sevinç bildirib ki, bu sahəyə böyük ümidlərlə daxil olmuşdular, lakin bir çox səbəblər o cümlədən idarə etmədəki çətinliklər və bazar durumu nəticəsində işlərini davam etdirmək mümkün olmayıb. Onlar həmçinin bu biznesin bağlanması ilə müəyyən maliyyə itkisinə məruz qaldıqlarını da etiraf ediblər. Bu sahəyə kifayət qədər yatırım etmişdik. Təbii ki, ziyanımız oldu. Amma bu da bir təcrübə idi, deyə bacılar qeyd ediblər. Hazırda isə bacılar bütün diqqətlərini yenidən musiqi fəaliyyətlərinə yönəldiblər. Onlar vurğulayıblar ki, sənət onların əsas prioritetidir və gələcək planlarında yeni layihələr və musiqi işləri var.